Allama. Alim, allama. Alim aydındır ki alimdir. Yani bilen ve bu vəsf ve bu söz Kur'an-ı Kerim'de geldiği ki elm tələbəsi. Həmçinin elm tələbəsi hədislərdə gəlir. Və məsələn ki elm tələb edənə xoş olsun elm tələb edənlər. Və həmçinin hədislərdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim elm tələb edir, eyvanlar da hətta istiğfar edir onun üçün. Və həmçinin alim sözü də biləndir, dini bilən və həqiqi alim o kəsdir ki, elmi öğrenir, həm bilir, həm tətbiq eləyir. Bu sözdə Kur'an-ı Kerim'də istifadə olunur. Allah subhanahu wa ta'ala deyir ki, İnnəmə yaxşallaha min ibadi uləmə. Həqiqətən Allah'tan qorxanlar kim? Alimlər. Alimlər həqiqətən qorxarlar Allah'tan. Və bu söz yəni Kur'an-ı Kerim'də istifadə olunur. Allama isə həmin alim sözünün adi alim yox, yəni geniş elmə sahib olan alimdir. Ona deyirlər allam. Yəni böyük bir alim.